Elhamdülillah, nahmaduhu, nesta'inuhu ve nestağfiruhu ve netubu ileyh. Na'udzu billahi min şururi enfusina ve min seyyiati a'malina. Men yehdihillahu fela mudille lehu ve men yudlil fela hadiye leh. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve rasuluhu. يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما إن أصدق الحديث كتاب الله وأحسن هدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها وكل محدثة بدعة وكل بدعة ضلالة ve kullu dalaletin finnar. Amma ba'd fe ya ibadullah usikum bi takvati ve taati innallaha ma'allezine takav ve lezinehum muhsinun. Değerli qardaşlar, değerli möminlər, keçən xutbəmizdə qeyd elədik ki, insan təbiətini öz normal axarından xaric olunmasına səbəb olan vasitələrdən biri də qəzəbdir. Qəzəb insanı bəzən elə bir hala gətirir ki, insan qorxunc bir hal alır və öz optimistliyini əldən verərək sosial-ictimai həyatın dağılmasına səbəb olan ailə bağlarının qopması olan boşanmalar meydana çıxır və bir çox hallarda da isə ağır cinayətlərə əl atmış olur. Məsələn, Səhih Müslimdə rəvayət olan bir hədisdə Əlqəmə bin Vali ona da atasının anlatması ilə anladır ki, bir gündür mən Peyğəmbər sallallahu aleyhi ve sellemlə oturmuşdum. Bir nəfər şəxs, yanında əli bağlı bir şəxslə Peyğəmbərin yanına gələrək dedi, ya Rəsulallah, bu mənim qardaşımı öldürübdür. Rəsulallah soruşdu, sən öldürmüsənmi? Dedi, bəli Rəsulallah, öldürmüşəm. Dedi, anlat görən necə öldürmüsən? Adam anladır ki, biz həmən şəxslə ağac yarpaqlarını istifadə etmək üçün ağac kəsirdik. Bu halda o şəxs məni söydü və əsəbləşdirdi və mən də balta ilə onun boynundan vurdum, onu öldürdüm. Bu, Səhih Müslimdə rəvayət olan hədisdir. Bu hədisi burada niyə zikr elədim? Yəni, əsəbləşmək, görün, sonu nəticəsi nəyə gətirir, çıxardır. Bugün də bizim məscidimizə müraciət edənlərin, insanların çoxsa əksəriyyəti heç biri boşanmanın əsəl mahiyyəti olaraq boşanmaqdan bizə müraciət eləmirlər. Hələ hamısı gələnədir ki, hocam, hirsləndim, əsəbləşdim, talaq verdim. Hirsləndim, əsəbləşdim, talaq verdim. Hirsləndim, əsəbləşdim, boşandım. Yəni, səbəblər, bax, budur. Bir nəfər də gəlib demir ki, bəli, mahiyyət olan, çünki boşanmaq, bilirsiniz, şəriyyətimizdə caiz olsa da, onun bir-iki istisna olan səbəbləri vardır. Bax, bugün əsəbdən biz keçən cümədə, bugün də danışırıq, davam edirik ki, bax, əsəb insanlara nəyə gətirir, nəyi verir. Və buna görə də ki, Allah Rəsulu həm Qurani Kərimdə, həm də Peyğəmbər öz sallallahu əleyhi və səlləm sünnəsində bizə bunun müalicə və mükafat yollarını göstərmişdir. Müalicə yollarından keçən xutbəmizə danışarkən qeyd etdik ki, insan qəzəbləşdikdə ilk növbədə şeytanın şərrindən Allaha sığınmalıdır. İkinci növbədə
susmalıdır, danışmamalıdır və hədis də gətirdik ki, yəni sizdən biriniz əsəbləşdikdə sussun. Üçüncü növbədə sakitləşməlidir və hədis də gətirdik ki, sizdən biriniz əsəbli haldadırsa, ayaq üstədirsə otursun, oturandan sonra da uzansın. Bu, bunun malicəvi yönləri olaraq keçən xütbədə qeyd elədik. Bu xütbədə isə səbirli olan, səbrini boğan, hirsini boğan və buna qalib gələnlərin mükafatı haqqında söhbət edəcəyik ki, Allah Teala Ali İmran surəsinin 134-cü ayəsində buyurur, Estağfirullah, Əl-ləzinə yunfiqunə fis-sərrayi və-dərrayi, yəni fis-sərrayi və-dərrayi, vəl-kəziminəl-ayzə vəl-afinə anin-nəs, vallahu yuhibbul-muhsinin. Allah Teala buyurur ki, yoxsulluqda da, varlıqda da nəfəqə verənlər, hirsli halında öz hirslərini boğan, qəzəblərini boğan və insanları əfv edənlər, vallahu yuhibbul muhsinin. Allah beləsi olan kəsləri sevir. İstər varlı olsun, istər kasıb olsun, nəfəqə verənlər və bir də görün kimi, kimlə nəyi tutur Allah Teala, nəyi müqayisə edir. Biz bilirik ki, zəkatın, sədəqənin nə dərəcədə böyük savabı var və bunu verənlər də müttəqilərdir. Bunu verənlər də Allah Teala'dan böyük əcəl mükafata nail olanlardır. Və Allah Teala bu ayədə öz hirslərini boğanların, səbirlərini boğanların onlara qalib gələri onlardan eyni tutaraq və deyir, Allah yuhibbil muhsinin. Allah bu kəsləri, bu əməldə olanları, bu yolda olanları sevir. Bu, bunun mükafatı. İkinci bir hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Lə ta'dab ləkə cənnə. Yəni, hirslənmə, sənə cənnət vəd olunur. Necə ki, hədisin davamında buyurur, Mən kəzəmə ayzən vələv şəə ən yəmdihi əmdahu mələ Allahu qalbəhu ridəəl yevmil qiyamə. Kim hirsləndiyi zaman, qəzəbləndiyi zaman hirsini boğa bilirsə, yəni istədiyi anda onu boğa bilirsə, saxlaya bilirsə, ona qalib gələ bilirsə, Allah qiyamət günü onun qəlbini rizası ilə dolduracaqdır. Kim öz hirsinə qalib gələ bilirsə, Allah qiyamət günü onun mükafatını verəcəkdir. Yenə digər hədisdə Peyğəmbərimiz buyurur ki, bu sifətə malik olanlar, yəni qəzəblərini boğanlar, onlar fərqlənəcəklər. Və bir hədisi də davam etdirərək buyurur ki, Leysə şədidul bis-sərrai, yəni güləş meydançasında qalib gələn igid olan, yəni qalib olan, əsl qalib o deyil. Əsl qalib əlləzi yəmliku nəfsəhu indəl qadəb. Əsl qalib, əsl şücayətçi, əsl qəhrəman o kəsdir ki, qəzəbləndiyi anda öz nəfsini ələ ala bilsin, cilovlaya bilsin, öz nəfsinə hakim kəsilə bilsin. Bax, bunlar, dəyərli qardaşlar, qəzəbə qalib gələn kəslərin mükafatlarıdır ki, Allah və Rəsul bizə bəyan edir. Belə bir hal, sual ortaya çıxır. Heç mi əsəbləşməmək? Heç Rəsulallah da əsəbləşməyibdimi? Əsəbləşmədiyi an olmayıbdırmır? Olubdur. Rəsulallahın da əsəbləşdiyi an olubdur. Və biz də əsəbləşməliyikmi, əsəbləşməməliyikmi? Necə olmalıdır? Bu halda yenə Rəsulallahın bir hədisini örnək gətirəcəm. Ondan misal alaraq və Rəsulallahın əxlaqına, o gözəlliyinə sahib olmağa çalışar. Ənəs radiyallahu anladır ki, mən Peyğəmbər sallallahu aleyhi ve sellemlə gedirdim, yolda gedirdim. Peyğəmbər sallallahu aleyhi ve sellemin üzərində qalın nəcranlı xirqəsi var idi. Bir nəfər ərəb gəlib, arxadan gəlib onu dartaraq, xirqəsindən dartaraq Peyğəmbəri çevirdi. Və bu anda deyir, mən baxdım, gördüm ki, Peyğəmbər sallallahu aleyhi ve sellemin boynu ilə çiyli arasında o xirqənin ipinin kəsik yeri düşdü, deyir. Yəni, qızardı boynu, deyir.
Və Peyğəmbər sallallahu əleyhi və səlləm çevrilər, çevrilməz Peyğəmbərin üzünə ki, ey Allahın Rəsulu, səndə olan maldan bizə ver. Rəsulullah deyir, ona baxdı, gülümsədi və sonra bizə əmr elədi ki, bizdə olan, yəni üstümüzdə olan maldan ona verin. Amma Rəsulullah Allahın qoyduğu qayda qanunlar çeynəndikdə, tapdandıqda, Allahın hökmü, özünün qoyduğu sünnə, qayda qanununa tapdandıqda qəzəblənərdir. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləmə bir imam haqqında məlumat verəndə ki, o uzun-uzadı oxuyub insanları yorur, onda qəzəbləşmişdir, əsəbləşmişdir. Ayşə anamızın evinə girərkən orada ruh sahibi olan bir şəkili gördükdə, hansı ki, onun üzərinə bir pərdə də ötmüşdür, onda qəzəbləşdirmişdir, qəzəblənmişdir, əsəbləşmişdir ki, axı bu haramdır bunu İslamda. Yəni, ruh sahibi dedikdə insanı və heyvandan olan bir şəkil olmasın. Eləcə də bir oğru haqqında ondan əfv diləməsi istəyəndə əsəbləşərək dedi ki, Allahın həddlərindən bir həddini pozan haqqında məndən şəfayət mi istəyirsiniz? Yəni, biz vaxtlıqda görürük ki, Peyğəmbər sallallahu əleyhi və səlləm də və biz də bunu nümunə götürərək bir-birimizə qarşı olan o mülayimimizi davam etdirək, amma istər toplum olsun, istər ailədə olsun, istər fərdi olaraq olsun, o yerdə ki, görsək ki, Allahın və Rəsulullahın qoyduğu qayda qanunlar, hökmlər, o tapdanır, o alçalır, o yerinə yetirilmir, o lağlağıya qoyulur, o hər hansı bir təhqirə məruz qalır, bu halda öyüd, nəsiyyət, yeri gəlsə qəzəbə də ehtiyac olur. Bax, bu halları nəzərə alaq inşallah. İnşallah, xutbəmizin sonunda Allah Teala'dan dua edəyin ki, Allah Teala bizi o hirsli olduğumuz anda da, əsəbi olduğumuz anda da, bəxtiyar olduğumuz anlarda da Allah Teala'dan ixlaslı kəlmələri deləyək ki, o anlarda Allah bizim dilimizə o ixlaslı kəlmələri nəsib eləsin ki, onları söyləyə bilək. İstər varlı olduqda da, imkanlı olduqda da, istər kasıb olduqda da, yenə də yolumuzu azmaqdan Allaha sığınaq. Çünki bu halların ikisində də biz yolumuzu aza bilə, yenə Allaha sığınaq. Və Allah Teala'dan diləyək ki, əgər bizim yaşamağımız xeyirlidirsə bizi yaşat, yox bizim yaşamağımız sən bilirsən, əgər xeyirli deyilsə də bizi öldür, ya Rabbil Aləmin. Allahım, sən bizim qəlbimizi imanla doldur və bizi müttəqilərdən elə, ya Rabbil Aləmin. Allahım, sən bizi hər anda, hər dəqiqədə, çünki bu saat elə bir şeydə, elə bir dövrdə də yaşayırıq ki, yəni əsəbsiz, hirssiz keçinməmək mümkün deyil. Amma bu halları biz keçən xutbəni də, bu xutbəni də nəzərə alaraq yadımıza saxlayaq ki, bir nəfsimizə qalib gəlməyimiz cənnətə girməyimizə səbəb olur. İnşallah bunu xatırlayaraq, daimən əsəbləşdiyimiz halda bunu xatırlayıb yada salaq inşallah. Və aqul həzə və əstəğfiruhu innəhu və təvvəbur rahim. Estağzu billah, innəd dinə indəllahil İslam. Elhamdülillah, həmdən kəmilinə və salatu və salamu alə seyyidinə Muhammedin və sahbi əcma'in, ta'zimən li nəbihi və təkrimən li səfihi və qalə azza və cəllə min qailən müxbirən və amirə, innəllaha və mələikətü yusallun alə nəbi, yə eyyuhəlləzinə əmənu sallu aleyhi və sallimu təslimə, Allahümmə salli alə seyyidinə Muhammedin və alə ali Muhammed, kəmə salleytə alə İbrahimə və alə ali İbrahim innəkə hamidun məcid. Allahümmə bərəkət alə Muhammed və alə ali Muhammed, kəmə bərəkət alə İbrahimə və alə ali İbrahim innəkə hamidun məcid. Allahümmə vardini xulefai raşidin, Seyyidul Əbu Bəkir, Seyyidul Ömər, Seyyidul Osman, Seyyidul Ali və bəqiyyətil həşərətəl mübəşşərə zül sidqi vəl fəhvəyi və cəmil mühacirin vəl ənsar və mən ittəbəğum ilə cəzə və cəmil müminə vəl müminət vəl muslimə vəl muslimət ələhyəhum minhum vəl əmvat. Dəyərli qardaşlar, Talasimiya mərkəzindən bizə müraciət etmişdilər. Yəni, müsbət 4 qana ehtiyac var. Çox xahiş edirlər ki, bu işdə onlara yardımlıq göstərək. Bu da savabdır, savab bir əməldir. Kimin gücü çatırsa, yəni əgər bu qana sahibdirsə, müsbət 4
qrup qana ehtiyac var. Yəni cümədən sonra imam otağına yaxınlaşın, biz sizə onların əlaqə nömrələrini verək. Yəni onlara yardımcı olmaqda bu işlərə köməklik göstərək. Bir də bizim dəstəmazxanaya gələn suyumuz bu vaxta qədər həm özümüz də alırdıq, həm də yan tərəfdəki məktəbin köməkliyi vasitəsində bizə su gəlirdi. Artıq su idarəsindən, yəni Azər su idarəsindən gəlib o suları kəsiblər. Su ancaq məscidin hesabına olaraq gələcək. Yəni bu işlərdə də həm yardım göstərməyinizi, həm də diqqətli olmalısınız. Yəni dəstəmazxanada dəstəmaz alarkən biraz israfdan suya qənaət edərək dəstəmaz almağı tövsiyə edərdim inşallah. Allah sizlərdən razı olsun. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İnnəllaha ya'muru bil adli vel ihsani ve ita'i zil qurba ve yenha anil fahşai vel munkari vel bag'i ya'izdukum la'allakum tezekkarun ve aqimissalah innessalate tenha anil fahşai vel munkar. Allah Teala bizə daimən ədalətli olmağı, yaxşı işlər görüb pisliklərdən çəkinməyi, başda valideynlərimiz olmaqla daimən qohum əqrabalarla cəmiyyətlə ünsiyyət olmaq, gözəl davranmağı tövsiyə edir. Bütün bu əməllərə də biz ibadətimizlə nail ola bilərik. İbadətimizin başında da namaz durur. Namaza qalxağın ki, namaz bizi bütün pislik və çirkinliklərdən çəkindirir inşallah.